xahiş edirəm, istəyirəm bu məsələni bir mənalı olaraq dialoq formatında eləyək. Dialoq formatında eləyək. Təbii ki, xidmətinizdə. Mən bu günlərim çox dəyərli olan iki böyük, daha doğrusu üç böyük dəyərli ustadla oturmuşdum. Bir ayə üzərində müzakirə edirlər. Mən qulaq misafir oldum və istəyirəm ki, sizə bir sual verim və siz bu barədə sizdən bəhrələnək. Bir neçə suallarım var. Əslində bayaqlarım yüngül toxunmuşdum, biraz başlamışdıq danışmağa. Bu məsələ mən düşünürəm ki, kitablıq bəhsdir. Hətta məqalə yazmağa başlamışam. Adını da qoymuşam ki, İmamət Allahın əhdi. Quran-ı Kərimdə adətən bizim dəlalət etdiyimiz imamətin həm məsumiyyət məsələsinə, həm də imamətin risalətdən, yəni peyğəmbərlikdən üstün olduğunu izah etməyə çalışdığımız bir ayə var. Bəqərə surəsinin 124-cü ayəsi. Düzdür? Ruslan qardaşım, İbrahim əleyhissalama verilən bəli. Və indi iki dəyərli şəxsiyyət. Mən bayaq canlıda bunu dedim, sizdən də soruşuram. Görün düzmü düşünürəm. Bəqərə surəsinin 124-cü ayəsində Allah Əzzə və Cəl buyurur. Bismillahirrahmanirrahim. Vaxtilə Rəbbi İbrahimi bir neçə sözlə sınağa çəkmişdi. O da onları tamamilə yerinə yetirdi. Allah dedi, mən insanlara səni imam təyin edəcəyəm. İbrahim aleyhissalam dedi, nəslimdən də imam qərar ver. Allah dedi, zalimlar mənim əhdimə nail ola bilməzlər, buyurdu. Bura qədər doğrudur, düz acı. Bəli. Biz deyə bilərikmi ki, Allah zalimlar mənim əhdimə nail ola bilməzlər deyir ha orada. Deməli, imamət Allahın əhdidir. Doğruyam? Bəli. Şeyh, siz nə düşünürsünüz bu haqda? Bəli, Allahın əhdidir. Biz sual versək ki, imamət məsələsi, əgər bir ümmətin imamını insanların üzər, bax necə ki ayənin əvvəlində nə deyir İbrahim əleyhissalama? Mən səni insanlara rəhbər təyin edəcəm, imam. Düz adı. Sual yaranır burada. Deməli bu Allahın əhdidirsə, bu rəhbərlik. Necə olur ki insanlar seçim edib bir rəhbər təyin edirlər? Sual. Ruslan qardaşımız cavaba girişsin. Mən də inşallah buna bir dənə elə bir cavab deyəcəm ki, atomları birləşdirəcək bir-birinə. Minnətdaram. Bu bəhsi edək, sonra oradakı zalimlar məsələsini bəhs edəcəyik. Ruslan qardaş, buyur. Onsuz da bir dənə cavabımız var. İndi şeyh davam eləyər. Mən bir dənə cavabım bu olar ki, bəli, həqiqətən də Allahın əhdini insanlar seçə bilməz. Nəyə görə? Çünki Allahın əhdi və hikməti yalnız Allah'a məlumdur. Bu seçimdə yalnız Allah edə bilər. Və bu ayə bizə də nəyi göstərir? Göstərir ki, imamət Allahın əhdidir. Bəli, Qəsəs surəsində də buyurur Allah ki, Qəsəs surəsi 87 olmalı, ya 86, ya 88. Deyir ki, yaratmaq və seçmək yalnız Allah'a məxsusdur. Bəli. Heç olaraq girməsək belə, heç yaratmaq, seçmək və s. Elə bu ayə bizə nəyi göstərdi? İbrahim peyğəmbər idi. Allah ona imamət verdi. Bu bir məqamdır. Verdiyi bu məqamı özünün əhdi olaraq göstərir ayədə. Niyə? Çünki deyir, mənim əhdim zalimlar mənim əhdimə nail ola bilməzlər. Bura qədər mənim məsələm budur. Hələ ki o zalimlar məsələsi ikinci bəhsdir. Mən ora gələcəm. Şeyx və Ruslan qardaş bilir mən nə edirəm. Amma bu əhd məsələsinə bağlı şeyxin də dinləyək. Ümumiyyətlə Quran-ı Kərimin konsepsiyasında əhd dedikdə üç əsas fərqli istiqamət nəzərdə tutulur. 1. İnsanlara təqdim olunan ilahi model necə olmalıdır? Bu əhdin tərkibini təşkil edir. 2. Əhd insanlara və insanlıq üçün nəyi vədə edir? Və 3. İnsanlar nəyin ardınca gedəndə daha dəqiq və doğru dolğun nəticə əldə edə bilər. Bu üç kompozisiya deyirlər ilahi əhdin harmoniyası. O da ancaq və ancaq Allahın təyinatı üzərində ola bilər.
İkinci məsələ, ayənin ikinci, təşəkkür edirəm Ruslan qardaş və şey. Ayənin ikinci məsələsi. Zalimlar mənim əhdimə nail ola bilməzlər. Xahiş edirəm iki dəyərli şəxsiyyət. Qurana istinadən, heç Qurandan kənara çıxmasaq Quran özü bu ayəni o qədər gözəl təhlil edir ki. Zalimlığın əksi məsumluqdurmu? Ümumiyyətlə, zalimlığın əksi nədir? Quran kimlərə zalim deyir? Və onun əksi nədirsə, o əksi olan kəsləri Allah Quranda necə mədh edir? Buyurun. Mən qısa danışacağım. Şeyxə söz verək, əsas şeyx danışsın. Zülm Mən sözü... düşünürəm suallar yerindədir. Nə düşünürsünüz suallara? Bəli. Zülm sözü ümumiyyətlə Quran-ı Kərimə baxsaq, iki mənada işləyibdir. Birinci mənası günah mənasıdır, bizim bildiyimiz təbir. Ki, günah eləyir, özünə zülm eləyir və ya da başqasına. İkinci məna çətinlik və məşəqqət mənasındadır. Yəni, məsələn, Musa əleyhissalam filanini öldürdü və özünü zülm elədi. Burada bu çətinlik və məşəqqət mənasındadır. Zülfüqar sən də qalx qardaşım. Zülfüqar da qalxsın, qrammatikada o yaxşıdır, əladır. Burada indi nəyi demək istəyirəm? Zülmün bəli, əgər bir şəxs nə özünə, nə başqasına zülm eləmirsə, bu insan, belə deyək, yaxşı bir insandır. Amma məsumiyyət dərəcəsi artıq zülmün yanında olan digər kontekstlər lazımdır ona ki, bunu həqiqətən də məsum dərəcəsinə çatdırasan. Necə? Mümkündür ki, bir insan zülm eləməsin, amma mümkündür ki, bir insan yaxşılıq da eləməsin. Yəni, nəticə nədir? Zülmün əksi nədir? Yaxşılıq. Yaxşılıq. Quranda yaxşılıq edən o kəs ki var, zülmün əksi, ümumiyyətlə zülmün əksindən nə cavab verir? Zülfüqar, xoş gəlmişsən qardaşım bu arada. Salam aleykum. Bu zülm ki var, bunun əksində mövcud olan nədirsə, Allah o kəsləri necə məth edir Quranda? Budur sual. O şəxslər Allah təbəki Quran-ı Kərimə baxsa, indi Zülfüqar Ulumul Quranı çox oxuyubdur, istəyirsənsə Zülfüqar bir dənə. Ha, fərq etmir də, üçümüzdən də biz bəhrələnmək istəyirik. Salam aleykum, axşamınız xeyirli uğurlu olsun. Aleykə və aleynəssalam və rəhmətullah, hər vaxtın xeyirli. Demək bir məsələni deyim bu ayə barədə. Bu zülm birincisi nədir? Başdan qulaq asırsan qardaşım, bunu soruşum. Başdan mövzuya girəndən buradayım. Mövzuya girəndən qulaq asıram, dinləyirəm. Qardaşların çıxışında gördüm. Bir də zülm barədə bir şey deyim. Bu ayənin özündən imamətin məsumluğu çıxır. Niyə? Çünki zülm nədir? Zülm ərəb dilindən tərcümədə bir şeyin öz yerində qərar tutmamaqdır. Zülmün əksi isə ədalətdir. Ədalət yəni bir şeyin öz yerində qərar tutmağı. Yəni qaydaya görə həm özünə, həm də başqasına zülm etməyən şəxs məsumdur. Yəni nə özünə zülm eləyir bu adam, nə də başqasına. Yəni avtomatik bu adam məsum sayılır. Niyə? Çünki zülm günahdır axı. Sən nə başqasına, nə də özünə zülm eləmirsənsə, sən günah eləmirsən. Və avtomatik olaraq bu ayədən ki, o İbrahim əleyhissalam ki sual verir, Allah təbarək və teala ki, "Və min zurriyyəti", mənim zürriyyəmdən necə? Allah deyir ki, "Necə alikul lin-nasi imama", səni imamlar, səni həqiqətən mən imam təyin edirəm. İbrahim əleyhissalam da cavabında deyir ki, "Qale və min zurriyyəti", bəs mənim nəslimdən necə imam olacaq? Sual verir. Allah nə deyir cavabında? Deyir, "La yanalu ahadəz-zalimin". Mənim əhdimə, imaməti Allah öz əhdi adlanır. Zalimlar mənim əhdimə nail olmaz. Yəni, zalim kim? Həm özünə, həm də başqasına zülm etməyən şəxs avtomatik məsum olur. Yəni, Allah burada deyir ki, mənim əhdim, imamət heç vaxt özünə və yaxud da başqasına zülm edən şəxsdə olmaz. Yəni, bu ayədən də nəticə çıxardırıq ki, imam heç vaxt zalim olmaz. Və salam, burada da avtomatik ismət məsələsi də ortalığa gəlir. Təşəkkür edirəm qardaşım. Deməli, şeyxi də dinləyək bu məsələ ilə bağlı. Şeyx, buyurun. Deməli, hər iki bəylərin dediyinə qatılıram. Zülmün əksi olacaq ədalət, zülmün əksi olacaq rəhmət, şəfqət və ümumilikdə insani ən gözəl xarakteristika eləyən bütün xüsusiyyət və keyfiyyətlər toplumu və məcmuəsi ki, bu zülmün əksi olacaq.
O da Allahın əhdidir və Allah onu imamətdə təyin edib. Qısa belə deyərdim. Təşəkkür edirəm, minnətdaram. Allah razı olsun. Deməli, bir dənə də bu məsələni daha da belə şiddətləndirəcək bir məsələ var. İstəyirəm o məsələyə toxunam. Deməli, Quranda hansı surədə, Müddəssir surəsində daha o səqər məsələsi? Müddəssir surəsi. Müddəssir surəsi, hə? Bir dənə özü istəyirəm. Quranda bir dənə ayə var. Deməli, həmən ayədə bir məsələ var, ora toxunacağıq bu günlərim. Amma ondan əvvəl, deməli, Əraf surəsinin 43-cü ayəsini, Zülfüqar yanında Quran var qardaşım, sırf sənin oxumağı istəyirəm, çünki qrammatik orada istinad var. Deyən gözlə götürün. O birisi telefonumu götürün. Zəhmət olmasın. Ərəb dilində oxuduqda qardaşlar, ümumiyyətlə Əraf, şeyx səhvim varsa düzəldin. Əraf ümumiyyətlə bir məkandır. Mən təxmini bilirəm, Ərafın ortasında o kişilər, o məsələdir o. Bəli. Hə, bildim hansı ayədir. Bəli. Bir kişilər var ki, hamını üzdən tanıyarlar. Bəli. Bildim. O Əraf 43 idi. Əraf, ya Əraf 43, ya Ənbiya 43, ikisindən biridir. İnşallah ki, baxsın. Əraf Bir dənə 43 olmalı. dəqiq mən baxım. Əraf 43, bir dənə üzr istəyirəm, baxım özüm mən dəqiq deyəcəm, köməkli olsun həm də. Ənbiya surəsi 43. Əraf 43-dür, səhv etmirəmsə. Əraf surəsi, ümumiyyətlə Əraf bir məkandır. Əraf necə bir məkandır? Sizə bunu izah edim. Əraf elə bir məkandır ki, üstün uca, yəni hündür və belə. Əraf məkanı ərəb dilində səhv etmirəmsə, indi Əraf 46-47, hə? Əraf, hə, üzərində isə hər kəs simasından tanıyan insanlar vardır. Bəli, Əraf surəsi 46-cı ayə, hə. Deməli, burada Əraf nədir? Əraf elə bir yerdir ki, oradan hər kəsi görmək olur. Bəli, də o Ərafat sözü də oradan gəldi. O Hə, Ərafat sözü. Bəli, bəli, Ərafat dağının mənası da budur. Uca, üstün, hündür bir yer. Bu mənanı verir. Bu ayədə o qədər belə üstün bir istinad var ki. Buyur, hansı ayədir? Əraf 46. Aha. Deyəm bir dəqiqə. And içərəm izləyən kəslərə bu məsələləri bir də bu cür eşitmək o qədər şiddətli məsələdir. Əraf 46 qardaş. Buyur. Oxuyayım onu. Zəhmət olmasın. Bismillahirrahmanirrahim. Beynəhuma hicab deyir, o ikisinin arasında, çünki huma təsniyə işarətdə iki dənə şey. Beynəhuma hicab, o ikisinin arasında deyir bir pərdə var. Və aləl a'raf ricalun ya'rifuna kullən bisimahum. Deyir ki, və deyir Ərafın üzərində, Əraf o bilinənlər deməkdir. Yəni o bir təpədir, təfsirlərdə gəlir ki, oradan tipa necə deyim ya sənə? Səhnə kimi bir yer var, sanki hər kəsi görürlər. Deyir ki, orada deyir Ərafın üzərində rical bir kişilər var ki, ya'rifuna kullən bisimahum. Deyir ki, bütün simaları, onların bütün simalarını tanıyarlar. Yəni hər kəsi öz üzlərindən tanıyarlar. Və nədəv əshabəl cənnəti ən selamun aleykum deyir və cənnət əhlinə deyir selamun aleykum deyən nida eləyərlər. Və ləm yədxuluha və hum yatma'un deyir, ora deyir daxil olmazlar və şey eləməzlər, nədə onun adı, arzulamazlar, şey eləməzlər də, yəni İstədikləri hal, istəməz. Hə, istəmədikləri halda deyir ora daxil olmazlar. Burada vav haliyədir. Bəli. Sual var burada. O ricalun deyir orada kişilər. Onlar kimdir?
Bu barədə İslamda iki dənə nəzəriyyə mövcuddur. Əslində bunun biri Əhl-i Beyt məktəbinə məxsusdur, biri müxalif məzhəblərə məxsusdur. Biz özümüzdən danışaq da. Müxalif məzhəbin dediyi orada ağılsızlar, dəlilər. Biz özümüzdən danışaq. Bu çox göstərir. Bilsən niyə? Çünki ayəyə diqqət edəndən baxsan, görsən söhbət o kişilərdən gedir ki, o kişilər ki, ya'rifuna kullan bisimahum. Onlar hər kəsi öz simalarından tanıyarlar. Gör necə kişidirlərsə, onlar hər kəsi öz simalarından tanıyarlar və deyir cənnət əshablarına da salamun aleykum deyir deyə müraciət edirlər. Bu Zarçı kimi sanki. Əhsən, nida sözü özdə işlənib. Bəli. Burada bir şeye dəlalət edəcəm. Bu dediği, bax Zülfüqar qardaşın dediği o nida sözü işlənir. Onu unutmayın. Size bir ayə deyəcəm. Buyur qardaşım. Bu qədər qardaş, yəni Ərəf 47-nə oxu zəhmət olmasa. İndi. Və idə surifət absaruhum tilqa ashabun nar qalu rabbana la tec'alna ma'al qawmi zalimin. Deyir ki, burada da deyir ki, Həmən o kəslər var idi, Ərəfdəki rical kişilər. onların deyir gözləri, deyir, o surifət absaruhum deyir, tilqa ashabil nar deyir, cəhənnəm əhlinə tərəf deyir, çevriləndə deyir, deyərlər ki, qalu deyərlər deyir, Rabbana la tec'alna ma'al qawmi zalimin deyir, ey Rəbbimiz deyir, bizi deyir, zalim tayfa ilə birlikdə qərar vermə. Deməli nəticə, bunlar kimdirsə, onlar zalim deyirlər. Diqqət. Bəqərə 124-də Allah nə demişdi? Mənim əhdim zalimlara çatmaz. Və o kəslər nə dedi Ərəf 46-da? Dedilərmi ki, zar çəkib nida ilə desinlər. İndi qardaşım, Tövbə surəsinin 1-ci ayəsini zəhmət olmasa oxuyun. Məsələyə bax. Xahiş edirəm Zülfüqar, Tövbə surəsi 1. Bir də ansım zəhmət olmasa. Zəhmət olmasa. Çox dəhşət bir məsələdir, valla. Diqqət eləyin, məsələ hələ bitməyib. Mən sizə Tövbə 1-dən ispat edəcəm ki, o kişilər kim idi? Daha doğrusu burada Bismillah demək olmaz. Bəraətun minallah deyir Allahdan və deyir onun rəsulundan deyir bir bəraətdir, belə deyə də İləllədinə ahəddum minəl müşrikin, müşriklərlə əhd elədiyiniz şəxslərə qarşı deyir Bir bildirişdir. Bir bəraətdə bir bildirişdir. Bir nidadır. Bəli. Necə ki, hansı nida? Ərəf surəsinin 46-cıda o nida gələn məsələ buradakı nida idi. Carçı. Orada da carçı var, bir çatdıran var. Burada da var. Sual. Tövbə surəsinin, indi bax Zülfüqar burada, Ruslan bəy burada, Şeyx burada, çox xahiş edirəm. Tövbə surəsinin 1-ci ayəsinin təfsirində Əhl-i Sünnə və Əhl-i Şiəyə görə proses necə olur? Mən öz bildiyimi deyirəm, dinləyin. Allah Rəsulü Muhammed Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm hansı ki o müqabilə bağlanmış müşriklərə bu bildirişi çatdırmaq üçün birinci Əbu Bəkiri göndərir. Yolun yarısında o dala qayıdır. Kim gedir? Əli aleyhissalam gedir zarçı olmağa, nidanı çatdırmağa. Düzdür qardaşlar, ya yox? Bəli, düzdür. Bu ayəyə görə mən məqaləmdə qeyd etmişəm ki, bax dəyərli iki böyük, ümumiyyətlə Ərəf surəsindəki burada elə Əmir-əl-Müminin Ali aleyhissalamın özündən danışım, heç digər Əhl-i Beyt aleyhissalamın nümayəndələrindən yox. Ərəf surəsinin 46 və 47-ci ayəsində heç digər kişilərin mövzusunu açmıram. Əli aleyhissalamdan söhbət gedir. Əli aleyhissalam o zar çəkənlərdəndir ki, necə ki bunu hardan istinad edirəm? 46-ya görə budur ki, bax diqqət eləyin. 46-da nə deyir? O Ərafın üzərində olanları səddin üzərində hər kəsi simasından tanıyan insanlar olacaq. Düzdür? Bu nəyə dəlalət edir? Biz nəyə etiqad edirik? Hədis var, İmam Sadiq aleyhissalam nə deyir? Deyir, biz bütün şiyyələrimizin halından xəbərdarıq.
Ayə nə deyir? Deyir o səddin üzərində olan ricalikum var ya o kişilər. Onlar hər kəsi simasından tanıyan insanlar olacaq. Bəli, İmam Sadiq əleyhissalamın hədisindəki deyir, biz öz şiyələrimizi üzündən tanıyarıq, hallarını Bəli. bilək. Deməli, öz şiyə olmayanlar da tanıyırlar, yəni kullən tanıyırlar. Bəli. Bəli, o həmin ayə ilə Və mən belə bir məqaləyə istinad etmişəm. Əraf surəsinin 47-ci ayəsi nəyi öyrətdi bizə? Bunu öyrətdi ki, o carçılar, o xəbər verənlər, o ricalun keçir orada kişilər, onlar kimdirlərsə, eyni anda onlar zalım deyirlər. Təsadüfə baxın ki, Bəqərə surəsinin 124-cü ayəsində Allah deyir, mənim əhdim zalimlara çatmaz. Deməli, Allahın əhdinin çatdığı o kəslər zalim deyil. Bu ayədə nə deyir? Onlar gözləri od sakinlərinə tərəf çevrildikdə isə deyərlər, ey Rəbbimiz, bizi zalimlara tay tutma. Sizcə bu təsadüfdür? Deməli, bunlar zalim deyilsə Allahın əhdi onlara çatıb. Əhd nə idi? İmamət. Deməli, Ərəf 46-da imamlardılar. Ərəf 47-yə görə onlar zalim deyirlər. Dəlalət edir zalimlığın əksini bayaq ki, 3 böyük şəxsiyyət izah etdi ki, məsumluğa. Buyurun, xahiş edirəm. yəni- Şeyxi də dinləyək, üçümüzü də xahiş. Bu mənim məqaləm mövzum bu idi. Bu ayələr üzərində idi. Başqaları da var, indi arazda araşdırma Tövbə var. surəsi 1-ci ayəni Zülfüqar bir dənə də oxusun, bir dənə məqam diqqətimi çəkdi. Sənin danışdıqlarından bir məsələ orada Bəli. diqqətimi çəkdi. Bir dənə oxu Zülfüqar həmin ayəni bir də Sən gözlə təzədən açım səndə. Bağlamışam. bağlama. Deyim. Ruslan, səncə necədir tədqiqat? Əla. Gözəl, həqiqətən. Həm düşündürücüdür, həm isbatdır. Bu mənada isbatdır ki, həqiqətən düşünən insan üçün bu isbatdır. Yəni düşünməyən, təəssüfkeş insan üçün qoyaq qırağında o heç. Şeyx, siz nə düşünürsünüz? Baba. Hə, buyur qardaşım, oxu ayəni. Oxusun deyərəm inşallah. Əla. Bəraətun minəllah və rəsuli. Allah və onun rəsulundan bir bəraətdir, nə bilim, uzaqlaşma şeydə, nidasını deyim, uzaqlaşma. İləllədinə əhədtum minəl müşrikin. Müşriklərdən əhd bağladığınız kəsərə qarşı. Əhsən. İndi məsələn mən toxunduğum mövzu, yəni genişləndirmək üçün soruşuram. O əhd ki, keçdiyi cümlədə Əhdullah və müşrikin. Həmin o əhd nə idi? Əhd Hə, müşriklərlə əhd bağladı deyir Rasulullah sallallahu aleyhi və aleyhi. o O əslində tarixdə gəlir. Səhv etmirəmsə İbn Hişamın Əsratun Nəbəviyyə kitabı var, Ruslan qardaş. Bəli. Orada yazılır ki, Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləmin müəyyən sayda, çox az sayda toplum olur ki, onlarla əhd bağlayır ki, Məkkəni, Kəbə-ni ziyarət edən müsəlmanlara heç bir zorakılıq, heç bir xüsusi başqa bir şey olmayacaq. Yəni rahat şəkildə gəlib oranı ziyarət edə biləcəklər. O əhdin pozulmağı da buna mənə dəlalət edir. O əhd məncə bununla bağlı idi. Yəni mən belə oxumuşam. Mən bir dənə hədisdə rast gəlmişdim. Kitabın adı yadımdan çıxırdı, axtarıram həmin məsələni. Bu müşriklər məsələsindəki əhd namə yazıldı ki, onlarla sən dediyin kimi zahiri buydu ki, bəli onlara güzəşt olunurdu da, məsələ Məkkədə qalsınlar filan. Amma İmam Əlinin ora təzədən bu şeyə verilən idi. Xudafiz. Əbu Bəkirə verilən idi. Amma Əbu Bəkiri çağırıb İmam Əli əleyhissalamı təzədən göndərəndə İmam Əlinin vilayətini də həmin əhdin içinə salmışdı. Peyğəmbər sallallahu aleyhi və aleyhi. Bəli. Şeyx, siz nə düşünürsünüz bu tədqiqatla bağlı? Deməli, Muntazir bəy, tədqiqat təqrir edici bir şeydir. Doğrudan da çox incə məqamlardır və sizin zehniyyətinizin məfkurəsində daha da aydın edici göstərilir və bir ayə digər ayəyə ilə səslənməsi və bir ayənin digər ayəyə
işıq açması və digər ayənin bir ayəni şərh etməsi və ardıcıllıq şəkildə axıcılıq və ilahi vəhi üslub süjet xətti buradan bizə bir nəticə əldə etməyə hökm edir ki, o da bundan ibarətdir. Həqiqətən də zalimları Allah seçməz və Allahın seçdiyinə zülm bulaşmaz. Onlar ismət sahibidirlər və onlar həmən kəslərdir ki, Allahın seçdikləridir. Qiyamət günü də məhz kafirləri və müttəqiləri onlara ayıracaq və tanıyacaq və onlar carçı olacaqlar. Çünki Allahdan əhd alıblar, icraçı da məhz onlardır və o cümlədən də İbrahim əleyhissalama verdiyi həmin o əhd, imamət əhdi, deməli İbrahim əleyhissalamın zürriyyətindən gələn Həzrəti İsmail əleyhissalamın yolu ilə axırıncı peyğəmbər və onun pak məsum əhl-i beytinə dəlalət edir. Oradan da möhtəşəm tədqiq etmişsiniz, təqdirə layiqdir və Allah sizə bərəkət versin. Təşəkkür edirəm, minnətdaram, Allah razı olsun. Mən bu barədə əslində hazırlayıram və hal-hazırda üzərində işləyirəm. Daha genişləndirəcəm əlbəttə ki bu məsələni. Yəni bundan bitmir. Çünki bizim əlimizdə olan hədislər bu məsələyə daha çox zəmin yaradıb, bunu ucaldacaq. Mən əminəm buna. Və bunun üzərində hal-hazırda apardığım tədqiqatın adı budur. İmamət Allahın əhdidir. Mən bir ayəni də istəyərdim deyəm. Ya çox güman ki bilirsən həmin ayəni. O ayəni də bura əlavə edə bilərsən. Səcdə surəsi 23-cü ayə. Bəli. Səcdə surəsinin 23-cü ayəsi bir dəqiqə qarşımda elə açıqdır. O ayədə də çox gözəl bir istinad var. Əslində sadəcə Səcdə surəsinin 23-cü ayəsində ki o Musaya deyir, kitab vermişdik. Sən onunla görüşəcəyinə şübhə etmə və biz onu İsrail oğullarına doğru yol göstərən bir rəhbər etmişdik. Burada istinadın وَجَعَلْنَهُ حُدًا o hissəsi demə elə bilirəm, yox qardaşım. وَجَعَلْنَا لَهُ əimmətən və belə gəlir səfərləməmsə ayə. وَجَعَلْ لَهُ min ayətinə əimmətən və belə gəlir. Bizim onların üzərinə bizim ayələrimizi oxuyan imamlar. Burada ki kitabdan çıxdı. Çünki cələ feili şeyə işlənər. Nədir? Şəxsə işlənər. Yəni canlı bir varlığa işlənər. Cələ feili mən kitabı cələ ilə gətirənmərsən. Deməli söhbət burada kitabdan getmir. Yox, əlbəttə. Çünki nə deyir? Deyir oxuyan. Kitab cansız da oxuya bilməz axı. Deyir danışa bilməz. Bəli. Allah inşallah ömür versin, çalışacağım bunun üzərində daha çox da araşdırma aparım. İnşallah Allah'ın köməkliyi ilə. Allah zihninizi açıqlıq versin, inşallah agaqlıq versin, inşallah gözəl təqdimatdır, dərin tədqiqatdır. Allahın izni ilə insanların da qəlbinə sirayət edər. Amin, Allah razı olsun, təşəkkür edirəm. Bağlamasaydım bir dənə əhdə görə məndə maraqlı bir mövzu var idi. Bu İbrahim əleyhissalamın atası mı kafir olubdu, yoxsa əmisi mi kafir olubdu? Sırf Qur'andan bunu ispat edək. Yəni burada əmi sözü atıya işlənir, elə yox. Bunu bir... Yox, bağlamıram, danışam. Bunu bir... İstəsə deyərəm bu mövzunu. Bir alim var, bu mövzunu Qur'an-ı Kərimlə ispat edir ki, həqiqətən də İbrahim əleyhissalamın atası yox, əmisi kafir olubdu. Yəni atasının adı indi hamıya məlumdur ki, əmisinin adı Azər olur, atasının adı Tahir olur. Tahir o hədislə bizə ispat olur ki, İbrahim əleyhissalamın atasının adı Tahirdir. Bəli. Qur'an-ı Kərimdə bir dənə ayə var. Həmin ayədə şeyh nəsə deyirdiniz, buyurun. Tarik, hə. Şeydə Qur'an-ı Kərimdə bir ayə var. Həmin ayədə İbrahim əleyhissalam deyir ki, bağışlasın. İndi deyək ki, atasını deyir. Və Taal ona bir dənə əmr eləyir. Deyir, kafirlər üçün bağışlanmaq istəmə. Onlar üçün bağışlanmaq istəmə. İndi məsələ nədir? Əgər İbrahim əleyhissalamın atası kafir isə və Allah da əmr eləyirsə ki, ey İbrahim, kafirlər üçün bağışlanmaq istəmə. Niyə İbrahim surəsində İbrahim əleyhissalam dünyasını dəyişənə yaxın Allahın əmrini geri çevirərək deyir ki, ey Allahım, mənim atam və anamı bağışla.
Sizcə Allah, İbrahim əleyhissalam Allahın əmrindən çıxarmı? Əslində mən indi baxıram, orada əbihi sözü keçir də, düzdür? Ənam surəsi 74-cü ayədə. Bəli. O söz öz-özlüyündə onun dəlalət edir də, onun atası bu mənanı verir. Bəli. Amma ərəb dilində deməli bu söz muzafın iyəlik konstruksiyasıdır. O Açıq mənada. əbihi orada şeydir, mudaf müdafileyh ona görə deyirlər. Hi orada mudafdır, əbi müdafileyhdir. Onun atası. O çünki mudaf nə vaxt olur? Şəxs əvəzliyindən gəlir də. Şəxs əvəzliyi olanda digər tərəf, bir tərəf mudaf olur, bir tərəf izafətdir da, belə deyək. Ab sözü. Öz-özlüyündə o söz əb sözü. Siz şeyh daha yaxşı bilin ərəb dilində. O yəni mən açmışam. Deməli həm qəyyum mənasını verir, əmi mənasını verir. Bəli. Bəli, Baba bir neçə mənası. mənaları var. Bəli. Hətta Yusuf surəsinin 38-ci ayəsində İshak Yaqubun atasıdır, İbrahim Yaqubun babasıdır. Ayədə ümumi keçir. Deyir, orada Yusuf surəsində ümumi əb sözü keçir. Yəni ümumi hamısına aid edir. Həm babaya, həm ataya. Bəli, bəli. Bioloji Nəsəb sahibi mənasında. mənası. Orada nəsəb sahibi mənasındadır. Bəli. Bunu niyə görə gətirdim məsəl? Çünki irad bizə verilir ki, bəzən o ki biz deyirik ki, imamət pak sürblərdə qərar verilir və peyğəmbərlərin nə atası, yəni onların zürriyyəsi kafir olmaz. Məsələn, ən çox peyğəmbər sallallahu aleyhi və aleyhə görə deyirik ki, onun atası kafir olmuyor, Abdullah. Bunu gətirirlər ki, məsələn, İbrahim əleyhissalam atası amma gözü kafir olur. Yəni bu əhd Amma ki qrammatik dedim, baxımdan bu əhd ki dedim, çünki bizim qaydamız nə cürdür? Əhd, bu imamət yalnız pak sürübdə qərar tutmalıdır. Yəni kafirdən imamət söhbəti yoxdur bizdə. Kafirdən imam olmaz. nəticə əldə edirik ki, orada istifadə olunan o söz, deməli, əbihi sözü zahirdə atası deməkdir. Bu söz ərəblərdə bu cür işlədir. Amma ərəb dilinin qaydalarına görə bu söz mütləq bioloji ata mənasını vermir. Və çünki bilməz. Quran-ı Kərimlə də isbat edə bilirik ki, ayənin axırında gör nə deyir? Deyir, o kafir oldu. İbrahim əleyhissalam nə istədi Allahdan? Deyir, bağışlanmaz. Bağışlanmaq. Bəli. Və Yusuf surəsi 38-ci ayəyə görə də zaten bioloji atadan söhbət getmədiyini isbat Burada edir. İsmaillə İshak məsələsində gətirir Bəli. Quran-ı Kərim. Yəni Məsələn, İbrahim əleyhissalam Yaqub əleyhissalamın babasıdır. Amma orada bir dənə əb sözü keçir. bəli. Bəli. Yəni hər halda, hər iki halda da biz həqiqətən də isbat edirik ki, İbrahim əleyhissalam imamdır və onun nə zürriyyəsi bu tərəfi yəni. Düz, yəni əhdə olanlardan söhbət gedir. Əhdə olanların heç biri Allaha nə şərik qoşmayıb, nə də kafir olmayıbdır. Və dinləyən qardaşlara hər bir kəsə də deyirəm, yox misafir heç kimi qaldırmayın. Dinləyən hər bir kəsə deyirik ki, bu ayə ilə də isbat olunur ki, həqiqətən Əhl-i Beyt əleyhimussalamın, imamların zürriyyəti pakdır. Bəli. Müntəzir qardaş, əlif, ləm, mim bu sözün mənası nədir, zəhmət olması deyərdinizdə? Hərful müqəddər. Şeyx, nə deyərdiniz bu vaxt? Ümumiyyətlə Quran-ı Kərimdə 114 surədən 29 surə bu hərflərlə başlayar. Bunlara huruful müqətta, yəni başlanğıc hərflər deyilir. Surələrin bəziləri müstəqil ayə kimidir. Bu hərflər surələrin bəzilərinin başlanğıcında müstəqil ayədir. Bəzilərində isə ayənin tərkib hissəsidir. Bunlar rəmizlərdir zahirdə. Batində isə təbii ki, Əhl-i Beyt əleyhissalamın hər birinə böyük təfsirləri vardır ki, onlardan yəni sadələrindən biri bundan ibarətdir. İmam Sadiq əleyhissalam təfsir edir. Əlif Allahdan, lam Həzrəti Cəbrail əleyhissalam vasitəsilə min Muhammədə indirilən Quran. Bir zahiri mənası budur. Amma təbii ki, batini mənası, amma təbii ki, başqa mənaları da var ki, biraz efrədə münasib deyil, biraz ağır mövzulardır. Onlar 16-lıqdan. Allah razı olsun. Sizdən Allah razı olsun. Var elə mövzular çoxdur. Bu qədər. Əslində mənim bugünkü mövzum demək olar bu idi ki, Hacı.
Şeyx və Ruslan qardaş, mənim mövzum buydu. Bu məqalə ilə bağlı. Mən düşünürəm bir həftə üzərində daha geniş tədqiqat aparsam, bir həftə ərzində bunu ərsəyə gətirib çıxartmaq olar. Onları edin, onlar gözəldir, gözəldir onlar. Bir dənə də o barədə hədis də var. O hədis ki, o 3 ayə və əlavə 2 ayədə dəlalət edir. Onu da onların gözünə qatarsınız. Əla olar. Buyurun. Mən şeyxə bir sual vermək istəyirəm bir mövzu haqqında. Şeyxana, Buyurun. Quran-ı Kərimdə La ilahə illə huvə var. Bəli. İmam deyir orada o huvə qeybul quyubdur. Bu qeybul quyub nə deməkdir? Yəni bunu biraz açsın da. Belə qoyub, yəni qeyblərin qeybidir. Zahirdə. Amma biraz həm də dərin mövzulardır. Belə deyək də, onun haqqında Allah rəhmət eləsin bütün mühəkkiklərimizə, Əllamə Şeyx Muhammed Baqir Məclisidən deməli hədis nəql edir. Həzrəti İmam Rıza Aleyhisselamla məhcur xütbənin birində buyurur ki, Allah gözlərdən kənardır və gözlərin heç biri onu görməz. Zəkalardan uzaqdır. Heç bir zəka onu dərk etməz. Bütün qeyblərin içində axtarmayın. Çünki qeyblərin özündən qeyb olan bir xaliqdir. Hər şeyə qadir olan Rəhman və mütləq hökm sahibi də odur. Bu qısa bir formasıdır. Amma geniş mənaları, təhlilləri də var təbii ki, əziz qardaşımız. Bir dənə də bir şey mən soruşum. Bir dənə hədis var. Bu yaxınlarda bir məclisdə eşitdim onu. Bəlkə də Ruslan qardaş, ikinizdən hansınız bilirsə onu eşitmək istəyərdim. O hədisin tam mətni yadımda deyil. Amma elə bilirəm ki, bəlkə də mənim Əhl-i Beyt aleyhimussalamdan bağlı eşitdiyim hər bir hədis zaten çox gözəldir. Amma o ayrı cür təsir buraxmışdı. Hədisin mətnində söhbət beyaz bir kasadan və onun içində olan baldan gedir. Var elə bir hədis, amma zehnimdə deyil hal-hazırda, əzbərimdə yoxdur. Mətni budur idi ki, Ruslan qardaş, sən xatırlamadın. Yox, axızan yox. Deməli, Allah Rəsulundan da hədis, mətnin tam bilmirəm, amma xətalarım ola bilər. Əvvəla üzr istəyirəm buna görə. Xətalarım ola bilər, amma demək istəyirəm bu hədisi. Hədisdə gəlir ki, Allah Rəsulu Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün Salman Farsi Həzrət Rəsulallah, xanım Zəhra salamullah aleyha və İmam Həsən aleyhissalam bir evdə otururlar. Peyğəmbərimiz ortaya bir dənə beyaz kasa qoyur, ağ kasa. O kasanın içinə bal tökür. Balın üstünə çox xırda bir tük dənəsi qoyur. Və ev əhlinə deyir ki, hər kəs bu kasanın içində olan bu balı mədh etsin. Bu bala istinad edərək. Və sırayla başlayır. Solda Salman, üzr istəyirəm. Solda birinci Salman Farisi olur, bəli. Salman Farisi deyir ki, İslam, Peyğəmbərin özünə deyir Peyğəmbərə ki, nə deyir Allah, bir dənə üzr istəyirəm, qoy düşünüm. Tam istəyirəm deyəm, əslində şifahi bilirəm, prosta xəta eləyərəm deyə. Qoy yadımda qalan deyim. Salman Farisi deyir ki, yadıma düşdü. Salman Farisi deyir ki, İslam din olaraq. İslam bu kasa kimi nurludur. İslamın tətbiqi əməlləri ki var, bu barəndə sabit qalmaq bu tük qədər incədir. Sonra Peyğəmbər keçir xanım Fatimə Zəhraya salamullah aleyhaya. Xanım Fatimə deyir, hicab bu kasa kimi nurludur. O hicaba əməl etmək bu bal qədər şirindir. Amma
o hicaba layiq olmaq bu tük qədər incədir. Sonra keçir İmam Həsənə aleyhissalama. İmam Həsən aleyhissalam deyir, İslam hökuməti idarə etmək. Bu kasa qədər nurludur. O hökuməti ədalətli idarə etmək, bu bal kimi şirindir. Amma o ədalətin üzərində sabit qalmaq bu tük qədər incədir. Bu halda Əmir əl-Müminin əleyhissalam qapını açır, girir içəri. İmam Əliyə sıra çatan, Peyğəmbər sorur ki, ey Əli, sıra səndədir. İmam Əli buyurur ki, məsələdən agah olduqdan sonra, deyir, bu ev əhli bu kasa qədər nurludur. O evdəki kəslər bu bal kimi şirindir. Amma bu evdəki kəslərə xidmət etmək bu tük qədər incədir. Sonra sıra gəlir Allah Rəsuluna, Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləmə. Hədis çox maraqlı hədisdir. Allah Rəsulu buyurur ki, Peyğəmbərlik, risalət. Bu kasa qədər, bu risalət ki, Peyğəmbərin risaləti nazır, bu kasa qədər nurludur. O risaləti çatdırmaq bu bal kimi şirindir. O risaləti hər kəsə çatdırmaq, yəni hər kəsə çatdırmaq, hər bir kəsə gedib onun çatması, bu tük qədər incədir. Haznamiq də eşitib onu, məclisdəydi, Haznamiqi də salamlayır. Sonra nə olur? Cəbrail əleyhissalam həmən evə nazil olur. Cəbrail əleyhissalam deyir ki, indi sıra Allahdadır. Allah Əzzə və Cəl deyir ki, Allah özündən naşir. Deyir, Allah bu kasa qədər nurludur. Allahın cənnəti bu bal kimi şirindir. Amma o cənnətə layiq olmaq bu tük qədər incədir. Belə bir hədis idi. İstədim bunu deyəm, Allah hər birimizdən razı olsun. Bəli, var elə bir hədis. Sadəcə əzbərimdə bütöy deyildi, ona görə özür hesab edeyim. Çox möhtəşəm bir şeydir ya ama. Dəhşətli bir şeydir, elədir. Hər biri öz vəzifəsinə uyğun cavab veribdir həqiqətən. Bəli, elədir. Şeyhsiz də bir hədis deyəcəyiz bu. Allah razı olsun. Yəni mən belə bir söz deyərdim. Bax, sırf bu cümlələr var ya, qurulan hər birinin qurduğu cümlədən. Yəni mən deyərdim ki, 70 dəvə yükündə kitab yazmaq olar, şərhindən bir yer. Vallahi. Hələ ən sonda Cəbrail əleyhissalam nazil olur. Elə bir ki, Peyğəmbər deyir, Salmana ki, ey Salman, sıra səndədir. Ey qızım Fatimə, sıra səndədir. Ey oğlum Həsən, sıra səndədir. Ey dostum Əli, sıra səndədir. Sonra deyir, sıra məndədir. Cəbrail əleyhissalam nazil olur, deyir, sıra Allahdadır. Dəhşət bir şeydir. Möhtəşəm hədislərdir hər bir həqiqətən də. O cür bəlağətli, fəsahətli hədislərimiz var. Məsələn, bir dəfə qismət olar, qalxaram canınıza, bir dənə də başqa bir hədis var, biraz genişi. Onu da bir dəfə deyər, işlətləndirərik. İnşallah. Qardaşlar, mənbəsini bilmirəm. Yəni, soruşmayın. Mən də eşitmişəm, bir dəfə eşitmişəm bu hədisi. Buradadır. O hədis, şu. Mənbə zat Mən onun bilmirəm. mənbəsini tapıb verərəm sizə, inşallah. Var o İnşallah. İnşallah. Verərəm sizə, narahat olmayın. Mən inşallah düşüm yavaş-yavaş. Hər şey. Allah Ruslan qardaş, sizin hər ikizdən razı olsun. Gəldiniz, şərəf verdiniz, təşəkkür edirəm, minnətdaram. Allah ömrünüzə bərəkət versin. Allah cismimizi, vücudumuzu qorusun. O ateysə bayaq demək istədiyim hədisi qoy deyim, ürəyim partlayır onu deməz. O İmam Əli eşitmirsən mən səndə. Bu İmam Əli əleyhissalamın yanına bir gün bir dinsiz gəlir, deyir, ey Əli, sən özünü bu çətinliyə və məşəqqətə salırsan ki, bir şey ki, yəni axirət yoxdur. İmamın orada cavabı. İmam deyir mi? Bəli. İmam deyir ki, mən deyir, dünyanın
şeyini də gördüm, yaxşı tərəfini də gördüm, xəlifə oldum. Yəni varlı tərəfini də gördüm, kasıb tərəfini də gördüm. Deyir, mənim bu elədiklərim, əgər o axirət yoxdursa, yəni mən yaxşı yaşamışam, boş bir şey yaşamamışam. Boşluğa gedəcəm, heç bir şey olmayacaq. Sən dediyin kimi olsa. Deyir, bəs birdən mən dediyim kimi olsa, yəni axirət olsa, sən nə qarasın, ay bədbaxt. Bəli.